Və indi mən sizə istəyirəm Validananın 2 dənə məşhur çıxışını təqdim edeyim. Diqqət ekrana. Убили моего ребенка, которого я не могла разбудить на своей постели. Но посмотрите, чему я сегодня радуюсь. Посмотрите, что я говорю, мой дорогой. Говорю, как хорошо, что мой ребенок умер рано, чтобы не остаться на другие пытки. Видите? Ребенка, который был смыслом всей моей жизни, у меня забрали. Но до этих процессов не дошло. За 2 дня умер мой ребенок. До сегодняшнего дня не было никого, кто бы сказал, что видел этого человека. Когда появляется передо мной, его нет. Пусть говорит. Посмотрите на мать, посмотрите, чему она радуется. День и ночь плачу. Поверьте, в жизни ничего нет. Я никому не хочу ничего говорить. Бросила все и занялась только этим делом. Но опять же, когда сегодня хочу лечь и вздохнуть, я говорю, Господи, как хорошо, что не дошло до 1, 2, 3, 4 других процессов. Быстро умер. Мать потеряла смысл своей жизни, своего ребенка. Чему она радуется? İndi isə They have killed my child, whom I couldn't bring myself to wake up when sleeping. But look, what do I love today? Look what I say. I would sacrifice. I say, how good it is that my child died early. They didn't experience other tortures. I see they have taken away my child, who is the meaning of my whole life. But that process doesn't persist. It is for the steering wheel, my child. My God, all of them. Damn it, until today's day. Say, I haven't seen this person. There's no one in my way. Let it be. See what a mother rejoices over. I cry day and night. Believe me, it has no right to anything. I don't want to speak with anyone. Money knife. I've been through so much with this matter, yet I still don't want to breathe and sleep today. React once more, as the 3rd and 4th other processes haven't occurred. How could a mother rejoice over what is significant in her life? Əziz həmvətənlər, dəyərli dostlar, gördüyünüz bu kadrları deməli qoşqar yapay zəka vasitəsilə hazırlayıb ən zəif imkanlar daxilində. Amma hal-hazırda ekranda gördüyünüz bu kompüter yapay zəka əsaslı hazırlanmış kompüterdir. Onun qiyməti 22.000 pounddur. Yəni Azərbaycan pulu ilə deməli 220%də bunun onu 44.000, o da 48.000, 50.000 manata yaxın onun qiyməti var bu kompüterin. 50.000. Bu belə orta səviyyəli bir kompüterdir. Amma bizə bu dəqiqə zəruri olan hardasa 33-34.000 arası bir kompüter var. 29.850 dollar, 19.000 daha doğrusu 19.850 dollar onun qiyməti var. Ki biz bu texnologiyadan geri qalmayaq, bizə lazım olan materialları vaxtında müxtəlif dillərə çevirək. Siz təsəvvür edin bir anlığa ki, bizim bugünə qədər apardığımız bu Azərfilm kanalı, hətta Tərtər işlər ayrıcana götürülsə, 2021-ci mart ayının 5-dən başlayaraq, çox yox, onun 3 ilini biz çeviririk İngilis dilinə bu qaydada, İngilis dilli auditoriya baxırına. Bunun nə demək olduğunu istəyirəm hamınız başa düşəsiz, biləsiniz. Bu deməkdir ki, bizim auditoriya birdən-birə 1000 dəfələrlə böyüyür. Bugün əgər bizdə cəmisi 10 milyonluq bir Azərbaycan dilində bilən xalq baxırsa, xalqın nümayəndələri, onun da 3-4%, 1% baxır, baxmır. Amma bu verilişlər İngilis dilinə yayılanda bu deməkdir ki, 8 milyardın demirəm hamısı, 5 milyarda qoyulsun. 5 milyard İngilis dilində insan bizim bu verilişləri izləyir və başa düşür, tanıyır Azərbaycan haradır, bu hansı rejimdə idarə olunur, Tərtər nədir, nə baş verir burada, sənin dərdin nədir, xalq olaraq nə istəyirsən. Təsəvvür edirsən deməkdir, bu 5 milyard böyük bir auditoriyadır. Bu həm də bizim bugün burada qoyacağımız investisiyanı 100 dəfə geri qaytaran bir işdir. Yəni, bizim auditoriyamız böyüdükcə, verilişlərimizin baxış sayı artdıqca, YouTube'un bu bizim verilişlər üzərindən verdiyi reklamlar da əlavə qazanc gətirəcəkdir.
Kanal bu dəfə pul qazanmağa başlayacaq. Yəni sizin qoyduğunuz bir investisiya dönəcək geriyə və biz o pulu başlayacağıq yeni jurnalistlərin işə cəlb olunması ilə bağlı. Azərbaycanda əhalinin təşkilatlanması ilə bağlı. Rayonlarda adamlara əmək haqqı verəcəyik ki, bu təşkilatçılığı gedə elə otur. Sən də get falan kəndlərin nümayəndəsində onlara bir 300-500 manat əmək haqqı ver. Hər şey pula bağlıdır əziz vətəndaşlar. Bizim özümüzün sərbəst gəlir mənbəyimiz olsa, bu işi biz elə təşkil edərik ki, qısa müddətdə Azərbaycanda vəziyyət dəyişər. Qısa müddətdə. Və mütləq dəyişəcək. Mən sizə söz verirəm. Biz Azərbaycanı dəyişdirəcəyik. Hakimiyyət dəyişəcək. Hakimiyyətə gələcək Azərbaycan Firdim ailəsi, onun qəhrəman övladları, Azərbaycan xalqının içindən çıxan cəsarətli insanlar, ayrı-ayrı partiyalarda bu gün də fəaliyyət göstərən ləyaqətli adamları biz hamısını bir araya gətirəcəyik. Gözəl bir barış hökuməti yaradacağıq. Müəllim indiki kimi dirənç pay almayacaq. Müəllim ən azı 3000 manat indiki şərtləri mən deyirəm hələ. Ən azı 3000 manat maaş almalıdır. Həkim 3000-3500 manat maaş almalıdır ki, normal yaşasın. O da hələ bir əri var, bir uşaqla bir yerdə. 3 nəfərdən ibarət bir ailə mən deyirəm. Ki, adam başına ən azı 1000 manat pul düşməlidir. Əgər bir müəllim ailəsində deyək ki, 5 adam varsa, ailənin üzvü, o ən azı 5000 manat maaş almalıdır. Ki, ailəsini rahat dolandıra bilsin, fikri qazancaq vətən övladına dərs deməkdə, onu öyrətməkdə. Da fikri qalmasın ki, mən axşam qartuşkanın soğanabdan alacağım, nə edəcəm, dərsi yarım olsun, qaçsın, xalqın barasını dərs deməsin, gəlin repetitorluq eləyəcəm mən, gəlin evdəsə dərs deyim, sizdən pul alım. Aydındır mı? Pensiya çıxanda heç kəs dərman dərdi, istirahət dərdi çəkməyəcək inşallah. Pensiya elə verilməlidir ki, insanlar hamısına, bunların arasındakı fərq indiki kimi deputata 10.000, rüşvətxor dünənki prokurora 15.000, Əl-Qabarı, Zəhməkki, Fəhliyyədə 280-300 manat, yox, belə ola bilməz. Pensiya insan hamısını yaşatmalıdır. Pensiya çıxan insanlar arasında belə qeyri-bərabərlik bu dərəcədə ola bilməz və olmamalıdır. Çünki pensiya çıxandan sonra hamı dövlət qarşısında eyni vəziyyətə düşür. Düzdürmü? Fəhliyə də işsizdir, prokuror da işsizdir, hakim də işsizdir, deputat da işsizdir. Oturub evində, pensiyasıdır. Ancaq dövlətdən alıb yeyir. İşlədiyi müddətdə də işinə görə gücdə əmək haqqı bir şey çəkib, yaşayıbdır. Fəhli azalıb, nə bilim, deputatı çoxalıbdır. Bu pensiya çıxanda niyə bu qədər fərqlə çıxmalı? Niyə? Bizdə dostlar pensiya qanunu verir, hər şey dəyişəcək. Təşkil edirəm, hakimiyyətə biz gələcəyik, bu rejim gedəcək və tezliklə gedəcəkdir və biz ölkədə elə bir şərait yaradacağıq ki, heç bir ana səhər yeməyin uşağına verəndə günortanın yeməyin verəndə axşamın dərdi çəkməyəcək. Mən buna söz verirəm və buna Azərbaycanın hər cür imkanı var. İlk növbədə bizim təbii sərvətlərin oğurlanmasının qarşısını alacağıq. Korrupsiyanın qarşısını alacağıq, rüşvətin qarşısını alacağıq. Tək bu tədbirdən milyardlarla pul qalacaq dövlətin müddəsində. Mən demirəm ki, oğurlanmış pulların, dünyanın müxtəlif ölkələrində yatırılan pulların geri qaytarılması. Bilirsiniz, o günləri Londonda məhkəmə oldu. Azərbaycan dövlətindən sənin balanın boğazından uğurlanmış pulu burada İngiltərə məhkəməsi haqlı olaraq korrupsiya ilə bağlı, çişli pullarla bağlı götürdülər, elədilər məhkəmənin obyekti 26 milyon nə tutdular, qoydular İngiltərənin büdcəsinə. 3-4 milyonda müqaviləni verdilər həmin qadını, oğruya. Cahangir nədir gedən arvadına? O da kim çəkir, yaşayır üzüsün. Sən də uşağın çörək pulu, çörək dərdi çəkir. Məktəbə gedəndə nə geyəcəm, nə alacam, nə edəcəm və yaxud da sən qadının ad günüdür, nə bilim bayramıdır, 8 martda hədiyyə ala bilmirsən qadınla. Göz kör gəlirsən qadının qarşısında. Qabaqdan Novruz bayramı gəlir. Mən bilirəm ki, bu dəqiqə çox evlərdə qanqara, bayram ayfədirası yoxdur. Çünki bayram keçirməyə əvvəlki kimi pul yox, para yox. Bayramda bir evdə paxlava bişirmirsə indi Azərbaycanda, nə şəkərbab bişirmirsə, bayram surasırmırsa, nə bayram? Amma Azərbaycanda bugün 80-90% ailənin bayram keçirmə imkanı yoxdur. Biz bu rejimi dəyişdirəcəyik və sizə bu bayramları, bu həyatı layiq olduğunuz kimi yaşadacağıq inşallah. Vallahi onunla peşman olacaq ki, ay vay vay, niyə biz vaxtında Vatan Firdimə kömək eləmədik ki, bu azadlıqda tez çıxaq?